Hər vaxtınız xeyir, dəyərli dost TV izləyiciləri. Bugün də qayğı verilişində maraqlı bir mövzu ilə görüşünüzə gəlmişik. Valideyn himayəsindən məhrum olmuş uşaqlar, övladlığa götürmə, himayədar ailə qayğı modelindən danışacağıq. Bu sahədə hansı işlər görülür və gələcək perspektivlər nədən ibarətdir? Ümumiyyətlə, bu kimi digər suallarımızı Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla İş Departamentinin müdir müavini Əhməd Mansurov cavablandıracaq. Əhməd müəllim, xoş gəlmisiniz studiyamıza. Ümumiyyətlə, valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı bilirik ki, son illər ölkəmizdə kifayət qədər mühüm addımlar atılır və sosial müdafiə tədbirləri həyata keçirilir. Ümumiyyətlə, belə deyək, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsi bilirik ki, əsas belə deyək, cəmiyyəti narahat edən və eyni zamanda dövləti narahat edən məqamlardan biridir və bu sahədə də mühüm addımlar atılır bu prosesin qarşısının alınması üçün. Nə yerdədir proses? Bəli, düz qeyd etdiniz. Son dövrlər uşaqların müəssisələrə düşməsinin qarşısının alınması üçün dövlət tərəfindən mühüm addımlar atılmışdır. Bunlardan biri olaraq 2022-ci il 15 fevral 1599 sayılı Prezidentin fərmanına uyğun olaraq himayədar ailə sahəsində dövlət siyasətinin tənzimlənməsinin, habelə uşaqların müəssisələrə düşməsi ilə bağlı, düşməsinin qarşısının alınması ilə bağlı onların ailələrinə sosial dəstək tədbirlərinin göstərilməsi sayəsində xidmətlərin həyata keçirilməsi Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Nazirliyə proses həvalə edildikdən sonra biz bu sistemi ümumiyyətlə gatekeeping adlandırırıq. Yəni, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə düşməsinin qarşısının alınması. Bu sahəyə ümumi yanaşma belədir ki, uşaqlar ailə qayğısı ilə əhatə olunmalıdır. Ümumiyyətlə, bu fərman imzalandıqdan sonra müəssisələşmiş qayğıdan artıq fərdi qayğı modelinə keçid prosesinin başlanması həyata keçirildi. Belə ki, artıq dövlət siyasətinin tənzimlənməsi nəticəsində sosial-iqtisadi tədbirlərin göstərilməsi səyləri ilə birlikdə uşaqlara valideyn himayəsindən məhrum olmasının qarşısının alınması ilə bağlı ümumilikdə dəstək tədbirləri göstərilir. Beləliklə və uşaqlar ailə himayəsində qalmasına dəstək göstərilir ilk öncə. Bu alınmadıqda isə himayədar ailə və yaxud övladlığa götürmə istiqamətində uşaqlarla iş keçirilir. Yəni alternativ olaraq. Bəli, alternativ qayğı modelinə keçidin əsası elə buradan başlayır. Bunu deyə bilərik ki, Xidmətlər Nazirliyə həvalə edildikdən sonra 1486 uşağın yerləşdirilməsi ilə bağlı müraciətdən 756 müraciət, 756 uşaq ailəsində saxlanmışdır. 799 müraciət ilə bağlı uşaqlar isə ailə himayəsinə reinteqrasiya edilmişdir. Elə 2025-ci ildə təxminən 50%-ə yaxın rəqəmdir və 2025-ci ildə 155 uşaq ailə himayəsinə qaytarılmışdır. Bunun özü də yüksək bir göstəricidir. Bu müəssisədən qaytarılan uşaq. Habelə 789 uşaq övladlığa götürməyi ilə bağlı övladlığa verilmişdir. Bunlardan isə 144 nəfər uşaq isə müəssisədən övladlığa götürməlidir. 56 nəfər uşaq isə hazırda himayədar ailəyə verilmişdir. Yəni, bu günlük son statistika budur və müraciətlər də var və bu sahədə işdə davam etdirilir. Onu da qeyd eləyək ki, ailəsinə reinteqrasiya edilən, habelə müəssisəyə düşməsinin qarşısına alınan uşaqların ailələrinə ünvanlı dövlət sosial yardımı, sosial dəstək xidmətləri, reabilitasiya xidmətləri, habelə burada agentliyin, Sosial Xidmətlər Agentliyinin müvafiq xidmətlərinə yönləndirmə həyata keçirilir, habelə nazirin digər xidmətləri, digər dövlət qurumları koordinasiyalı şəkildə işlər həyata keçirilir və nəticədə uşağın növbəti dəfə müəssisəyə düşməsinin qarşısının alınmasına nail olunur. Habelə ailəsinə qaytarılmış uşaqla bağlı ailə inkişaf planları nəzərdə tutulur ki, bu ailə inkişaf planlarında da uşaqların müəssisəyə düşməsinin səbəb olan amillərin yenidən yaranmasının qarşısını almaq, çətinliklərlə birlikdə mübarizə aparmaq, habelə dəstək xidmətlərinə yönləndirmə
və monitorinq nəzərdə tutulur ki, uşaqlar yenidən müəssisəyə düşmə riskində olmasınlar. Bunlar təbii ki, mərhələli şəkildə həyata keçirilən proseslərdir. Bu ailə inkişaf planları dedikdə biz nəyi nəzərdə tuturuq? Yəni tam olaraq bunu biraz açardıq izləyicilərimiz üçün. Ailə inkişaf planı dedikdə Sosial Xidmət Agentliyinin müvafiq əməkdaşı uşağını müəssisədən götürmək istəyən valideynlər olsun, qəyyumlar olsun və yaxud maraqlı şəxslər olsun, onlarla birlikdə ailə inkişaf planı hazırlar. Bu planı birlikdə hazırlanırlar. Belə uşağın maraqları, fikri nəzərə alınır. Yəni mənafeyi. Bəli, mənafeyi nəzərə alınır. Uşağın yaxşı imkan verdikdə birbaşa onun fikri də bu ailə inkişaf planlarında göstərilir. Ailə inkişaf planında əsas uşaq mərkəzli həyata keçirilir və digər qurumlarla əməkdaşlıq uşağın psixososial problemləri. Əgər psixoloji problem varsa, psixoloqun orada dəstəyi, hansısa bir sağlamlıq çətinliyi varsa, orada müəyyən müayinələrin, müalicələrin həyata keçirilməsi, ailənin sosial dəstək tədbirlərinə ehtiyacı varsa, sosial dəstək tədbirlərinin həyata keçirilməsi. Bu, plan dedikdə belə işləyir də. Bir plan tutulur birlikdə, aydın şəkildə plan koordinasiyalı razılaşdırılır. O planda digər dövlət qurumları da ola bilər. Belə plana müvafiq baxışlar olur. Buna belə sosial işdə biz qayğı planı da deyirik. Bu da qayğı modelinin bir növüdür ki, uşaq ailədə qayğıda əhatə olunsun və yenidən o risklə üzləşməsin ki, müəssisələşmiş olsun. Yəni, uşağın ailədə yaşaması və inkişaf etməsi ilə bağlı onun fərdi xüsusiyyətləri, ailənin xüsusiyyətləri nəzərə alınır. Yəni, bu inkişaf planı vasitəsilə, özür istəyirəm, təkcə uşaq yox, onun ailəsi də dəstəklənir ki, yəni cəmiyyətdə o, belə deyək, müvafiq yerlərini tuta bilsinlər, doğru dildə desək. Belə deyək də, istənilən bir planı həyata keçirməzdən əvvəl bizə təfsilatlı qiymətləndirmə lazımdır. Və bu planın tərtibi elə qiymətləndirmədən başlayır. Bəzən olur ki, ailə özü müraciət edir ki, uşağı ailəsinə reinteqrasiya eləmək istəyir, uşağı müəssisədən geri götürmək istəyir. Agentliyin müvafiq əməkdaşı, sosial işçilər ailəyə səfər edərək qiymətləndirmə həyata keçirir və onun imkanları yoxlanılır ki, uşaq ailədə yaşaya biləcəkmi, risk faktorları varmı və bu qiymətləndirmə mərhələsində məsələ plan hazırlanır. Və planda ailə ilə birlikdə razılaşdırılır. Və yaxud sosial işçi hər bir uşaq üçün, müəssisədə yaşayan hər bir uşaq üçün ayrıca fərdi inkişaf planı hazırlayır. Və bu fərdi inkişaf planında uşağın ailəsinə qaytarma perspektivləri nəzərdə alınır. Və yaxud bu planın həyata keçirilməsi zamanı müəyyənləşdirir ki, uşaq ailəyə reinteqrasiya oluna bilər, ailənin hansı imkanları varmı, ailə ilə mütəmadi əlaqə saxlanılır. Yəni, bu deməkdir ki, Nazirliyin müvafiq əməkdaşları və birlikdə dövlət siyasətinin həyata keçirilməsi elə baş verir ki, uşaq və ailə nəzərdən kənarda qalmır. Uşaq və ailə daim dövlətin nəzarətindədir və o dəstəyi göstərməyə çalışılır ki, uşaq ailə mühitində böyüsün. Bu baş verə bilər və yaxud ən yaxşı halda öz ailəsində və yaxud himayədar ailədə, alternativ digər xidmətlərdə. Yəni, bütün dəstək xidmətləri uşaq mərkəzlidir və uşağın ailə mühitində, qayğıda tərbiyə olunmasını, böyüməsini ehtiva eləyir. Amma bu demək deyil ki, uşaq müəssisədə olduqda da unudulur. Uşağın müəssisədə də həm müəssisə tərəfindən, dövlət uşaq müəssisəsi tərəfindən, həm də bu prosesdə iştirak edən sosial işçi tərəfindən dəstəklənir və onun fərdi inkişaf planı elə müəssisədə olduğu dövrdə də nəzərə alınaraq həyata keçirilir. Belə onun monitorinqi baş tutur. Yəni, həyatın bütün mərhələlərində uşaqlarımız, belə deyək, dövlət qayğısını hiss edirlər və diqqətdə saxlanırlar. Bəs, Əhməd müəllim, bu proseslərdə bayaqdan sadaladığımız bir neçə proseslər var, mərhələlər var. Ümumiyyətlə, övladlığı götürmə prosesini və himayədar ailənin rolu nədən ibarətdir? Yəni, bu iki, bilirik ki, həm oxşar, həm də fərqli modellərdir. Birazdan himayədar ailə ilə bağlı daha detalları danışacağıq. Bizim uşaqlarla bağlı həyata keçirdiyimiz prosesdə övladlığı götürmə və himayədar ailə necə köməyimizə çatır? Himayədar ailə
uşaqların verilməsi həm də himayədar ailə müraciətləri ilə bağlıdır ki, alternativ xidmət olduqda uşaq müəssisəyə yerləşmir, himayədar ailəyə verilir. Və himayədar ailə bir namizədin olması üçün müəyyən prosedurlar var. Onlar həyata keçirilir. Burada uçota alınır, müvafiq həyat şəraiti, gəliri, uyğun sağlamlığı, yaşı uyğun olduqda, habelə onun himayədar ailə olmaq istəyi uşağın mənafeyinə uyğun olduqda və maddi məişət şəraiti buna uyğun olduqda müvafiq təlimlərdən keçdikdən sonra şəxslər himayədar ailə ola bilər. Burada bayaqları verilişin əvvəlində qeyd elədik ki, əsas məqsəd kollektiv qayğıdan fərdi qayğıya keçiddir və bu transformasiyanın qayğı sistemində transformasiyanın həyata keçirilməsi ümumilikdə uşaq mənafeyinə uyğundur və beləliklə kollektiv qayğıda böyüyən uşaqlardan fərqli olaraq fərdi qayğıda böyüyən uşaqların daha psixososial inamı yüksək olur, daha özünü təsdiq bacarıqları, həyati bacarıqları daha yaxşı inkişaf edir. Ha belə onlar himayədar ailədə olduqda belə ailələrinə reinteqrasiya olunma potensialı araşdırılır. Övladlığa götürmə də eyni qaydada həyata keçirilir, amma burada əsas fərq odur ki, övladlığa götürmə zamanı əsas hüquqi baxımdan valideyn hüquqi və sosial baxımdan valideyn-övlad münasibətləri yarana bilir bu prosedurda. Ümumilikdə bu hər iki xidmət alternativ qayğı xidməti olaraq mütərəqqi xidmət hesab olunaraq uşaqların fərdi psixososial inkişafını, tam inkişafını nəzərdə tutur. Bəs 2019-cu ildən səhv etmirəmsə, övladlığa götürmə prosesi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Bu sahədə geridə qoyduğumuz dövrdə hansı işlər həyata keçirilib, hansı irəliləyişlər əldə olunub və hansı yeniliklər var ümumiyyətlə? Övladlığa götürmə sahəsində dövlət siyasətinin tənzimlənməsi Nazirliyə həvalə edildikdən sonra 393 nömrəli fərmanla bugünədək 789 uşaq övladlığa verilib və bunların 144-ü müəssisədəndir. Bu sahədə əsas yanaşma dəyişilmişdir. Necə bunu ifadə eləyək? Birinci, sistem elektronlaşdırılıb. Övladlığa götürmə ilə bağlı müraciətlər elektron qaydada həyata keçirilir. Bununla bağlı Nazirliyin müvafiq alt sistemi yaradılmışdır. Alt sistemdə habelə övladlığa götürən olmaq istəyən valideyn namizədlər öz övladlığa götürmə imkanlarını da yoxlaya bilərlər. Uçota alınma elektron qaydada həyata keçirilir. Müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyat şəraiti, gəliri, sosial-iqtisadi vəziyyəti uyğun hesab olunan valideyn namizədlər övladlığa götürən kimi müvafiq alt sistemdə uçota alınırlar. Bundan sonra sistem elektron şəkildə görüş və vaxt təyin eləyir ki, valideyn namizədlərlə müsahibə həyata keçirilsin və onların övladlığa götürmə ilə bağlı motivasiyaları, məqsədləri nəzərə alınsın. Bu sahədə məhz elə əsas dəyişiklik ondan ibarətdir ki, proses elektron case management sayəsində həyata keçirilir. Yəni, övladlığa götürmə ilə bağlı müraciət edən şəxsin müsahibəsi sosial içi tərəfindən qiymətləndirildikdən sonra bu məsələ müvafiq agentliyin müvafiq departamenti tərəfindən müzakirə olunur və əlavə müxtəlif suallar da yenidən verilə bilir. Yəni, qiymətləndirmə mexanizminin özü bu sahədə elə məhz əsas dəyişikliklərdən biridir və növbəti mərhələ olaraq övladlığa götürmə ilə bağlı stimullaşdırma tədbirləri də həyata keçirilibdir. 3 yaşdan yuxarı uşağı övladlığa, müəssisədən övladlığa götürülərkən 240 manat, əlilliyi müəyyən edilmiş uşaqla bağlı və 100 manat isə əlilliyi müəyyən edilmiş uşaqlarla bağlı övladlığa götürmədə müavinət təyin olunur. Və
ən əsas dəyişikliklərdən biri də odur ki, övladlığa götürmənin monitorinqi həyata keçirilir. Bəli, ilk rübdə övladlığa götürmənin 1-ci ilində hər rübdə bir dəfə olmaqla, növbəti illərdə isə bir dəfə olmaqla monitorinq həyata keçirilir. Yəni ailələrə gedərək. Bəli, ailələrə qədər, uşağın məskunlaşdığı ailəyə səfərlər olunur və monitorinq həyata keçirilir. Burada övladlığa götürən şəxsdə artıq dövlətin dəstəyini hiss edir. Yaranan sosial-psixoloji problemlər, hüquqi problemləri daim məsləhətləşə bilir. Sosial işçi artıq valideyn namizədin, uşağın yanındadır və o sanki ailənin bir üzvü kimi müəyyən məsələlərə müdaxilə edə bilir, dəstək də ola bilir və bu proses uşaq 18 yaşı olana qədər davam edir. Yəni o əlaqə kəsilmir və biz belə bildiririk də, uşaqla işləyən sosial işçi, valideynlə işləyən sosial işçi, o sosial işçi hansı ki, bu uşağın müəssisəyə yerləşdirilməsi zamanı o prosesdə iştirak edir və uşağın həyat yolunu bilir və onun hansı çətinliklər, hansı travmalar yaşadığını bilir və bundan sonraki mərhələdə artıq onun fərdi inkişaf planı tutub həmin sosial işçi və departamentdə bu sahədə artıq məlumatlıdır. Və bundan sonraki mərhələdə himayədar ailə olsun, övladlığa götürmə məsələsi olsun, orada artıq valideyn-uşaq münasibətlərini görür. Valideyn məlumatlarını görür və uyğunluğu da görür. Müəssisədə görüşü izləyir, sınaq müddətində görüşü izləyir. Bütün mərhələlərin xəbəri var və ailəyə də daha çox dəstək ola bilər və ailəni də hiss eləyir. Ha belə də uşaq baxımından da, ailə baxımından da. Bəs övladlığa götürmə prosesində bu qeyd etdiyimiz bu mərhələlər, bu proseslər uşağın mənafeyi baxımından necə tənzimlənir? Yəni uşağın mənafeyinə hansı töhfələri verir? Övladlığa götürmə zamanı uşağın fikri nəzərə alınır. 7 yaşdan yuxarı uşaqların razılığı tələb olunur. 10 yaşdan yuxarı isə uşağın fikri tələb olunur. Beləliklə uşağın mənafeyi daha üstün tutulur. Və övladlığa götürmə prosesində əsas məqsəd odur ki, valideyn namizədə uyğun uşaq yox, uşağa uyğun valideyn namizəd təyin olunsun və sistemdə buradan biz bilirik ki, yəni illər əvvəl adətən cəmiyyətdə belə bir yanaşma var idi ki, məsələn kimsə uşaq götürmək istəyəndə övladlığa götürmək baxım seçim götürün, belə baxıb seçib öz tələblərinə uyğun uşaq götürürdü. Biz artıq bu yanaşmanı dəyişə bilmirik. Bəli, şükürlər olsun dəyişmişik. Bu əvvəlki yanaşmanın uşaqlara nə travmalar verdiyini də hamımız bilirik. Bu baxımdan sistem elektronlaşmadan sonra uyğunlaşma mərhələsində valideyn namizədlərinin istəyi ilə uşağın mənafeyinə uyğun elektron uyğunlaşdırma həyata keçirilir. Və bu uyğunlaşdırma nəticəsində uyğun olduqda, uyğun hesab elədikdə valideyn namizəddə görüşü elektron sistemdə qəbul eləyir və uşağı görə bilər. Və həmin görüşdə də yenə sosial işçi iştirak edir. Bu proseslərdə ümumiyyətlə belə deyək, valideyn namizədlərlə, hansı ki hələ valideyn deyirlər, sadəcə namizəddirlər. Onlarla hansısa bir psixoloji söhbətlər aparılırmı? Yəni uşağın mənafeyi baxımından və onlara hər halda müəyyən izahatlar verilir. Yəni burada birbaşa uşağı seçim deyil də, yəni uşağın mənafeyinə uyğun bir ailə qurum yanaşması olmalıdır. Sözsüz bu sənədlər, bu məsələlər müzakirə olunur və qiymətləndirmə mərhələsində... Yəni maarifləndirmə xarakterli. Bu qiymətləndirmə mərhələsində artıq biz müsahibə zamanı valideyn namizədlərinin istəklərini bilirik. Bu baxımdan artıq bu sənədlərdə də öz əksini tapır və bəzən olur ki, valideyn namizədlər uşağı görüldükdən sonra istəklərində də müəyyən dəyişikliklər nəzərdə tutulur. Biz o 0-3 yaş arası hissəni qeyd eləmişdisə, daha az yaşlı uşaq istəyirdisə, artıq uşağa gördükdən sonra bəzən olur ki, daha böyük uşaqda
2 yaşlı uşaqda, 3 yaşlı uşaqda övladlığa götürməyə hazır olduğunu bildirir. Bu görüş zamanı bəzi əksər valideynlərin sözsüz valideynlik bacarıqlarının aşağı olmaması üçün təlimlər keçirilir. Bu dediyiniz, qeyd edildiyiniz məsələlər uşağın mənafeyinin nəzərə alınması elə təlimlərdə də nəzərdə tutulur. Ha belə bir məsələni də vurğulamaq istəyirəm ki, Ailə Məcəlləsi nəzərdə tutur ki, uşağa 4-6 yaşda onun övladlığa götürməsi haqqında məlumat verilsin. Və bununla da bağlı yəni bu tövsiyə xarakterlidir. Bəli, tövsiyə xarakterlidir, amma təlimlər, o dediyiniz psixoloji söhbətlərdən sonra artıq valideyn namizəddə müəyyən dəyişiklik olur ki, bəli, mən uşağı istəyirəm ki, həqiqət içərisində böyüsün və şəxsi identiklik baxımından övladlığa götürüldüyünü öyrənsin, bilsin. Bu məhz uşağa yanaşma, uşağa yönəlik yanaşma məhz belədir və agentliyin müvafiq əməkdaşlarının işi sayəsində bizdə artıq valideynlər var ki, o uşağa, övladlığa götürüldüyünü bildirmək istəyir. Və burada da sosial işçi və psixoloqun dəstəyi danılmazdır. Bu prosesdə daha çox özünü göstərir ki, bəli, o hissəni necə keçmək lazımdır. Bu artıq sosial işçilərin, psixoloqların peşəkarlığından asılıdır. Və Əhməd müəllim, siz verilişin əvvəlində də qeyd etdiniz ki, himayədar ailə ilə bağlı artıq bir neçə ildir Azərbaycanda yeni bir model tətbiq olunur, himayədar ailə qayğı modeli və bu qayğı modelinin ümumiyyətlə tətbiqindən sonra ümumiyyətlə geri dönüşlər necədir və üstünlüyü nədən ibarətdir bu modelin və ümumiyyətlə cəmiyyətimizin bu modelə yanaşması və məlumatlığı biz bilirik ki, mütəmadi təmin etmək üçün müəyyən tədbirlər edirsiniz. Bu həm də sosial şəbəkələr və media üzərindən ciddi PR olunur. Ümumiyyətlə geri dönüşlər necədir? Onu qeyd eləyək ki, himayədar ailə olmaq istəyənlərin sayının daha çox olmasına daha çox zərurət var. Çünki valideyn müəssisə müəllim olmuş uşaqlar üçün müəssisələrdə uşaqlar hələ də qalmaqdadır. Amma görülən tədbirlərin sayəsində, himayədar ailə sayəsində, yəni ki, artıq bu az müddətdə irəliləyişlər var. Belə ki, 56 uşaq himayədar ailədədir hazırda. Bu günədək 56 uşaq himayədar ailəyə verilmişdir. Və bunlardan da bir nəfər belə əlilliyi müəyyən edilmiş uşaqdır. Bunun özü də bir sevindirici haldır. Himayədar ailə sayəsində agentlik tərəfindən müxtəlif regionlarda belə ictimai dinləmələr, maarifləndirmə tədbiri həyata keçirilir və geri dönüşlər daha çox himayədar ailədən necə uşaqlara himayədar ailə olarkən necə dəstək ola bilərik və bəzi hallarda artıq himayədar ailədən də övladlığa götürməyə keçidi fikirləşirlər ki, bu prosesin özü də bir diqqət tələb eləyir. Ümumiyyətlə, nədir fərqi? Himayədar ailə ilə övladlığa götürmə arasındakı fərq nədir? Yəni, himayədar ailə qayğı modeli yeni olduğu üçün izləyicilərimiz arasında bunu bilməyənlər də ola bilər. Biraz himayədar ailənin nə olduğu ilə bağlı bir-iki fikirləri də eşidərdik. Yəni, daha çox fərqi övladlığa götürməyə baxalım. Məhz elə ən çox geri dönüş himayədar ailənin övladlığa götürmədən fərqi ilə bağlıdır. Bu sahədə olan fərqlilik elə övladlığa götürmədə məhkəmə mərhələsinin olmasını göstərir. Yəni, övladlığa götürmə sırf olaraq sonu valideyn-övlad münasibətlərinin hüquqi müstəviyə keçməsi ilə bağlıdır. Yəni, övladlığa götürmə zamanı valideyn-övlad münasibətləri yaranır və bu prosedur artıq hüquqi çərçivədə tənzimlənir. Amma himayədar ailə zamanı, himayədar ailə qayğı modeli zamanı burada uşağın artıq ailəsinə reinteqrasiya olma ehtimalı var. Uşağın digər qəyyumlarına, qohumlarına, digər şəxslərə qəyyumluğa verilmə potensialı var və burada valideyn-övlad münasibətləri yaranmır. Burada əsas qayğı əsas planda olur. Və bir məsələni də vurğulamaq istəyirəm ki, himayədar ailədə olan uşaqlarla bağlı onların sosial, psixoloji, mədəni xarakterləri nəzərə alınaraq onlara fərdi inkişaf planları tutulur.
Və bu fərdi inkişaf planları zamanı uşaqların daimi monitorinq həyata keçirilir. Qanunvericilik bir aydan az olmayaq nəzərdə tutur, amma biz daha çox bu monitorinqləri həyata keçiririk. Yəni mütəmadi uşaqla əlaqə, valideynlə görüş, bioloji valideynlərlə görüşün təşkil olunması, uşaqların sağlamlığı, zəruri ehtiyacları, asudə vaxtının təşkili ilə bağlı qayğı təhsil məsələləri ilə bağlı qayğı planlarında məqsədlər qoyulur və bu məqsədlərə həyata keçirilməsində ailəyə dəstək göstərilir. Bu monitorinq deyil, sadəcə görüş və tövsiyə xarakterli görüşlər. Həm monitorinqdir, uşağın ailədə psixoloji, sosial inkişafı, vəziyyətinin monitorinqidir, həm də fərdi inkişaf planlarının həyata keçirilməsidir ki, bu hissənin də müdaxiləsinin dərəcəsi, müdaxilənin vəziyyəti nəzərə alınır ki, məqsədlər qoyulur. Uşağın təhsil problemi var, uşağın hansısa bir idman sahəsinə marağı var, orada o məqsəd qoyulur ki, bu sahə düzəldilsin. Və yaxud uşaq hansısa bir əlavə məşğuliyyət növü istəyir, onu o fərdi inkişaf planında qoymaq olar. Hansısa bir tibbi dəstək xidmətləri lazımdır, o inkişaf planında qoyulur, məqsəd kimi qoyulur, valideynlə müzakirə olunur və daha sonra o fəaliyyətdə həyata keçirməsi üçün zəruri şəxslər o planda nəzərdə tutulur və daha sonra bir də o proqram, o plan bir daha da monitorinq olunur ki, uşağın hazırdakı inkişafı nə yerdədir. Mən onu qeyd edeyim ki, himayədar ailədə olan uşaqların, müəssisədə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının həyata keçirilməsində fərqlər var. Çünki təsəvvür edin, bir uşağın həyata gələcəyi ilə bağlı, onun psixososial inkişafı ilə bağlı ailədə görülən tədbirlər ailə mühitində görülən tədbirlər daha effektivdir. Eyni xidməti bəzən sən müəssisədə də göstərə bilərsən, bəzən ailə mühitində də. Amma ailə mühitində elə bir psixososial mühit yaranır ki, sevgi, qayğı, istək, bunların hamısı bir ab-hava kimi uşağın inkişafına təsir edir. Yəni sağlam ailə mühitinin formalaşdırılması. Belə uşaqların inkişafı üçün yalnız onların fizioloji ehtiyaclarının qarşılanması deyil. Uşaqların tam inkişafı üçün onlara mənəvi sosial mühitin yaradılması əsas şərtdir. Qayğı, sevgi mühitinin yaradılması şərtdir. Məhz himayədar ailə və övladlığa götürmə də bunu nəzərdə tutur. Və hər iki halda, belə deyək, hər iki modelin məqsədi də məhz uşaqların qayğı mühitinin əhatə olunması, ailə mühitində böyüməsi və cəmiyyətə sağlam fərdlər kimi yetişmələridir. Bəs övladlığı götürmədə biz qeyd etdik ki, dövlət tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir və müavinətlər ödənilir. Himayədar ailə qayğı modelində varmı ümumiyyətlə müavinətlər? Ailələrə, himayədar ailələrə və uşaqlar üçün hansı ödənişlər edilirmi? Bəli, himayədar ailə qayğı modelində də dövlət tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Belə ki, uşağın yaşına görə 355 manatdan 395 manata dək bu müavinətlər dəyişir. Sağlamlıq vəziyyətinə görə, yəni əlilliyi müəyyən edilmiş uşaqlarda isə bu məbləğ 500 və 650 manat arasında dəyişir. Bundan əlavə ildə 4 dəfə, yəni hər rübdə 1 dəfə uşağa mövsümü geyimlərin alınması ilə bağlı 200 manat himayədar ailələrə sosial dəstək göstərilir. Və bu da əlbəttə ki, bir uşağın inkişafı üçün və eyni zamanda stimullaşdırıcı tədbirlər baxımından xüsusi əhəmiyyətə malikdir. Əhməd bəy, verilişin əvvəlində biz danışdıq ki, yəni düzdür, qısa olaraq toxunduq o məqama. Mümkündürsə biraz daha detallı danışardıq. Bilirik ki, uşaqlara münasibətdə, məsələlər olan uşaqların övladlığı götürülməsinə münasibətdə bəzən namizədlər tərəfindən daha fərdi yanaşılır və onlar daha sağlam uşaqların övladlığı götürülməsinə üstünlük verirlər. Yəni bu artıq cəmiyyətin bir yanaşmasıdır və fərdlərdən asılıdır. Və eyni zamanda təcrübədə əlilliyi olan uşaqların övladlığı götürülməsi də var. Bəs hər iki halda həm övladlığı götürmə, həm də himayədar ailə sahəsində ümumiyyətlə belə müraciətlər varmı? Əlilliyi olan uşaqların övladlığa verilməsi, himayədar ailələrə yerləşdirilməsi ilə bağlı hansı işlər görülür sizin tərəfinizdən? Bu günədək 5 uşaq övladlığa götürməyə ilə bağlı hazırda övladlığa verilib. Bir şəxsə əlilliyi olan uşaqlardan
5 uşaq övladlığa verilib, 1 uşaq isə himayədar ailəyə verilib. 50 olan uşaqla bağlı müraciətlərin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Bayaqları qeyd elədik, övladlığa götürmənin habelə himayədar ailə olmaq istəyən şəxslərin müraciətlərinin qiymətləndirilməsi zamanı bu hissə bu məsələ ortaya çıxırsa, qiymətləndirmə sənədində sosial işçi artıq əlavə bir qeydlər açır və bununla bağlı namizədlərin bacarıqları, münasibəti, motivasiyası və maddi məişət şəraitinin imkan verməsi nəzərə alınır ki, burada onlara yəni o həmin ailədə bu uşaqla bağlı inkişaf necə olacaq? Həm maddi texniki şərait, həm psixososial və mənəvi tərəflər qiymətləndirilir. Əsas üstünlük verilir burada valideyn namizədlərin və yaxud himayədar ailə olmaq istəyən şəxslərin uşaq öləliyi olan uşağı götürməklə bağlı istəklərinə. Niyə bu istək yaranır və onda bu hansı mənəvi dayaqlara söykənir? Sözsüz əlilliyi olan uşaqlara hazırda dövlət tərəfindən və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıq göstərilir və bu həssaslıq da habelə bu müraciətlərə də təsir edə bilir. Və əgər bir valideyn namizəd istəyirsə, əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürsün, o prosesə özü tam hazır olaraq o özündə bu psixoloji həddi keçməlidir. O stereotipləri qırmalıdır və sosial işçi qiymətləndirmə zamanı elə bir mühit yaradır ki, valideyn namizəd tam səmimi olaraq öz istəyini bildirsin və case management alətlərinin müxtəlif müasir metodlarından istifadə olunaraq bunlar öyrənilir. Və biz bugün əlilliyi müəyyən edilmiş uşaqların övladlığa götürülməsi ilə bağlı, alternativ xidmətlərə cəlb edilməsi ilə bağlı müraciətlər gələndə əlbəttə ki, sevinirik və onların qiymətləndirməsinə xüsusi diqqət yetiririk. Və son olaraq bir sual da verim. Biz bayaq qeyd etdik, səhv etmirəmsə 53 yoxsa 56 uşaq dediniz. 56 uşaq himayədar ailələrə yerləşdirilir. Bu uşaqlar ümumiyyətlə yerləşdirilən ailələr təkcə paytaxtdadırmı, yoxsa Azərbaycan rayonlarda da varmı? Bunlar həm Bakı şəhərində, həm də regionlarda var. Övladlığa götürməklə bağlı, həm himayədar ailə ilə bağlı bilirsiniz ki, müraciətlər Nazirliyin müvafiq alt sistemi vasitəsilə həyata keçirilir və bu alt sistemə internetə çıxışı olan hər bir yerdən daxil olmaq olar və əksəriyyət, yəni ki, müraciətlərin yarısı ilə məhz Bakı şəhərindədir. Və eyni zamanda bizim regionlardadır himayədar ailədə yerləşdirilən uşaqlar yaşayırlar. Bəli, yaşayırlar. Burada əsas məsələlərdən biri agentliyin müvafiq filiallarının uşağa bioloji valideynlərlə görüş imkanı olanda görüş imkanlarını yaratmasıdır və bütün bölgələri əhatə olunma imkanımız var və yəni bir uşaq üçün harada sevgi, qayğı mühiti yaradıla bilərsə, Sosial Xidmətlər Agentliyinin müvafiq əməkdaşı məhz həmin bölgəyə, yerə canla başla belə getməyə hazırdır. Çox sağ olun, Əhməd müəllim. Minnətdarıq sizə bugünkü müzakirəmiz üçün və suallarımıza aydınlıq gətirdiyiniz üçün. Bax belə, dostlar, bugün də Dost TV-də qayğı verilişində daha bir maraqlı mövzunun müzakirəsini geridə qoyduq. Valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən dövlət qayğısından, onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərindən danışdıq. Eləcə də övladlığa götürmə və himayədar ailə qayğı modelinin hazırki vəziyyəti ilə bağlı müzakirələr etdik. Növbəti verilişdə görüşmək ümidi ilə sağ olun.